İlk dərs günündən bu günə qədər, yəni aprel ayının 26-sına qədər çox əziyyətli bir yol qət etdik. Bu müddət ərzində 9-cu siniflərimizə imtahana düşən 3 fəndən mütəmadi olaraq monitorinqlər təşkil etdik. Bu prosesin kiçik bir hissəsini sizlərlə paylaşdıq, görüntülər təqdim etdik. Amma əslində görünməyən daha böyük bir zəhmət, əziyyət, səbir, dözüm var idi. Bu çətin prosesin arxasında imtahana düşən 3 əsas fən müəllimlərinin əziyyəti böyük idi. Sinifinin sinif rəhbəri və ingilis dili müəllimi Nazilə müəllim və digər ingilis dilini tədris edən Günürə müəllim. 9A sinifində Azərbaycan dilini tədris edən Günel müəllim. 9B sinifinin sinif rəhbəri, Azərbaycan dili dərsini tədris edən və sınaqların hazırlanmasında xüsusilə əməyi böyük olan Afaq müəllim. Həm 9A sinifində, həm də 9B sinifində riyaziyyat dərsini tədris edən Səkinə müəllim. 9B sinifində ingilis dilini tədris edən Günürə müəllim və Mətanət müəllim. Bir də bizim görünməz qəhrəmanlarımız var. Kitabxanaçımız, uşaq birliyimiz, psixoloqumuz, laborantlarımız, digər fən müəllimləri və ən əsası isə məktəbimizin direktoru Eldəniz müəllim və tədris işləri üzrə direktor müavini Elsevər müəllim. Bu yol asan olmadı, amma biz bir-birimizə inandıq, bir-birimizə dəstək olduq və biz bacardıq.